Gözəl evlər silsiləsindən yenə gəldi. Şuvalanda yox. Nə evimizin fasadını çox gözəl. Hörmətli izləyicilər, bəyənin düyməsini basın. Çünki bəyənin işarəsini basmamaq özü günahdır bu evə. 11 sotun içində belə bir möhtəşəm 11 sot ya. Villamız çıxıb satışa. Başlayaq giriş qapısından. Pultla idarə olunan qapı. Olma. Belə açılır. İçəri. Bura qarajıdır. Nə qəşəng gün çıxıb. Evimizin start qiyməti 850 mindir. Niyə? Ağaçlara bax. Gör nə gözəllik. Buna bax. Belə işıqlandırması da var, belə fanarar da var. Çox qəşəng evdir. Skameykalarından tutmuş varıdır. Daşma hovuz. Bu krokodilla qoyublar ki, uşaqlar qorxsun. Baseynə gəlməsinlər də yəni. Sonra lejankalar, istirahət yeri, manqal, tabançıq daşlı üzlənliyib, estağfurullah, ağlay. Bura veranda və burada mətbəxidir. Gəlmək münasibəti ilə stol da açılıbdır. Mətbəx mebeli varıdır. Evin təmirinə söhbət yoxdur. İndi özünüzlə onu görəcəksiniz. Gəl. Kim alsa Allah xeyir versin. 850 min manat. Sənədlər qaydasında kopça çıxarışdır. Sotu da ki 11 sot yaxşı ölçüdür. Deməli hovuzumuz, baseyn 2 hissədən ibarət, sağ sol. Burada belə keçiddir və burada belə akvarium kimi tunel düzəldir iki tərəfdən. Gecə bilirsiniz nə tər buranın qəşəng görüntüsü var. Çox adam elə bilir ki, suyun üstündən, üzərindən gedir. Ora mətbəxidir, mətbəxdən çölə çıxış var, qonaq otağıdır. Bax, qonaq otağından da çölə çıxış var, qapısı var. Bir dənə fasad görünüşünü çək. Getdik, buyur. Buyur qardaş, buyur, buyur, buyur. Giriş hissəsi dolab, dərindir, 2-3 seksiyadan ibarətdir. Birinci nəzər yetirək mətbəxinə. Gəl. Mətbəximiz. Mətbəx mebeli var. Soyuducu. Stoleshniца. Həm stoleshnicadır. Həm də burada stolu var belə. Bu belə interesini düzəldiblər. Bura stoleshnicadır. Bu stolu da buradadır. 2 hissədən ibarətdir. Qonaq otağımız. Bir dənə açıq çırağı, bir dənə çək görsər. Bilən bilir. Təbii ki, aşağı yeri olacaq. Stol, stul, divan, plazma, televizor. Getdik. Hətta belə patnos da qoyublar var. Hər şey var. Mətbəxdən yeməyi gətirib qoyursunuz stola. Deməli, baxaq nəzər yetirək bu yataq otağına. Birinci yataq otağına. 4 yataq otağıdır. Yataq dəsti var, krem rəngdədir. Hamam tuvaletinə baxaq. Yaxşı. Koridor mətbəxi keramika qranitdir, otaqlar laminatdır. İkinci yataq otağı. Bu yataq otağının sanuculu yoxdur. 2 oğlan uşağı üçün əla. Bu 3-cü yataq otağıdır. Bax, padakonniklər keramikadır ya.
Yəni plasmasdan deyil. Bura həm qardirovdur. Ha bura. Şifonyer. Ha paltar yığanda var burada. Samsung. Bu da sanuzeldir. Dördüncü yataq otağına baxaq. Deməli koridorda bir dənə də ümumi sanuzeli var. Hamamdan ayaqlısı. Bu da genişdir ya. Nə qəşəng moydadırdır. Qarışlı rəydə. Və sonuncu yataq otağı. Buradan da çölə çıxış var. Qapısı var yəni. Düzdür, video başlayanda mən dedim qonaq otağı, bura yataq otağı. 850.000. Aşağı yeri olunacaq. Bu günə bu qədər. Sağ olun, minnətdarım.